Axşamınız xeyir olsun, hörmətli qonaqlar, əziz tədbir iştirakçıları. Bugün böyük sevinç hissi ilə bizim görkəmli sənətkarımız, xalq artisti, profesor Mənsum İbrahimovun yubiley tədbirinə toplaşmışıq. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, bu yubiley tədbirinin təşkilatçısı olaraq Naxçıvan Dövlət Universiteti artıq uzun illərdir ki, elm yolunda iri addımlarla irəliləyir. Və bundan əlavə bizim universitetimiz təkcə elm yolunda deyil, həm də müxtar respublikada keçirilən mədəni kütləvi tədbirlərə də artıq öz imzasını atır. Və nə xoş ki, bugünkü tədbirin də təşkilatçısı məhz Naxçıvan Dövlət Universitetidir. Mən tədbirimizin bədii hissəsinə başlamazdan əvvəl istəyirəm sizlərə görkəmli sənətkarımız, xalq artisti profesor Mənsum İbrahimov haqqında qısaca məlumat verim. Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olmuşdur. Onun musiqiyə, muğama olan sevgisi məhz onu Bakı şəhərində Asə Zeynallı adına musiqi texnikumunda təhsilə gətirib çıxarmışdır. Və elə profesional səhnəyə də məhz tələbə ikən addım atmışdır. Mənsum müəllim 1985-ci ildə keçirilən Dahi Üzeyir Hacıbəylinin 100 illik yubileyinə həsr olunmuş müsabiqədə birinci dərəcəli diplomla təltif olunmuşdur. Və bu da onun təbii ki, gələcək yaradıcılığının formalaşmasında böyük rol oynamışdır. Bugün Mənsum müəllim öz müəllimlərini, xüsusilə də Vahid Abdullayev və bizim unudulmaz sənətkarımız Şövkət xanım Ələkibərovanı böyük ehtiramla yad edir. Çünki onun yaradıcılığının səhnə fəaliyyətinin formalaşmasında bu iki sənətkarın xüsusi rolu vardır. Mənsum müəllim təhsilini Ali Təhsil Ocağında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aldıqdan sonra, daha sonra Şövkət xanımın Ələkbərovanın tövsiyəsi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyətə başlayır. Mənsum İbrahimov bugün bizim qəlbimizdə və ürəyimizdə necə bir yer tapıb, biz onu artıq səhnəmizin məcnunu kimi qəbul etmişik, bağrımıza basmışıq. Çünki 1993-cü ildən bəri Mənsum İbrahimov Dahi Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasında Məcnun rolunun ifaçısıdır. Mənsum müəllimin təkcə 65 illik yubileyini deyil, həm də onun səhnə fəaliyyətinin 40 illiyi tamam olur. Və deməli, bizim sənətkarımız üçün belə çıxır ki, 2 qat bayramdır. 40 il səhnədə olub Mənsum müəllim. 30 ildir o yaratdığı Qarabağ Muğam qrupu ilə özünün dostları, həmkarları, xalq artisti Elçin Həşimov və əməkdar artist Elnur Əhmədovla birlikdə yaratdığı Qarabağ Muğam qrupu ilə dünyanın bir çox ölkələrini gəzmişdir. Amerikada, Belçikada, Fransada, İranda, Türkiyədə və adlarını sadalamadığım onlarla böyük ölkələrdə Mənsum müəllim bir dəfə yox, bir neçə dəfə səhnələrdə, böyük səhnələrdə çıxış etmiş, Azərbaycan muğamını, Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Mənsum İbrahimovun yaradıcılığından, fəaliyyətindən danışarkən onun təkcə bir səhnə sənətkarı kimi deyil, həm də pedaqoji fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Çünki o Asə Zeynallıda başladıqdan sonra pedaqoji fəaliyyətə indi artıq Azərbaycan Milli Konservatoriyasının profesoru kimi, həm də Muğam Kafedrasının müdiri kimi fəaliyyətini davam elətdirir. Gələcək gənc nəslin yetişməsində, təlim tərbiyəsində əvəzsiz rol oynayır. Muğam bizim milli dəyərimizdir, xalqımızın ruhunu yaşadan milli dəyərdir və bu muğamın dünyada təbliği bu gün prioritet məsələlərdən biridir. Elə 2003-cü ildə muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması da çox möhtəbər bir hadisə idi. Heydər Əliyev Fondu fəaliyyətə başladıqdan sonra xüsusilə muğamın təbliği daha geniş vüsət almağa başlamışdır. Elə təsadüfi deyil ki, Mənsum İbrahimov da hər zaman Heydər Əliyev Fondu ilə əlaqəli şəkildə çalışmış və demək olar ki, indiyə qədər təşkil olunmuş 9 muğam müsabiqəsinin hamısında Mənsum müəllim münsif heyətində yer almış, eyni zamanda bölgələrdən bu sənətə istedadı olan, həvəsi olan gənclərimizi səhnəyə gətirmiş, onların yetişməsində əvəzsiz rol oynamışdır. Mənsum müəllimin bütün bu fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Ona əməkdar artist, xalq artisti, şərəf və şöhrət ordenləri verilmiş, eyni zamanda Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə təsis olmuş medala layiq görülmüşdür. Bundan başqa Mənsum müəllim prezidentin fərdi təqaüdçüsüdür.
Mənsum müəllim haqqında danışarkən xüsusilə onun Naxçıvanla əlaqələrini də qeyd etmək istəyirəm. O, Naxçıvanı, özəlliklə də Naxçıvanlıları çox sevir. Bunun da bir neçə səbəbi vardır. Onlardan ən birincisi odur ki, Mənsum müəllim öz hər zaman müsahibələrində deyir ki, mən Naxçıvanlıları ona görə çox sevirəm. Həm elə yüksək insani keyfiyyətlərinə görə, həm də Naxçıvanlıların musiqi zövqü korlanmayıbdır. Onlar milli musiqimizə layiqli dəyəri və qiyməti verməyi bacarırlar. Doğrudan da yəni biz öz təşəkkürümüzü bildirməliyik ki, Mənsum müəllim ki, böyük sənətkar bizlərə belə bir qiymət verir. Bunu da qeyd etmək yerinə düşər ki, artıq son illərdə Naxçıvan Dövlət Universiteti ilə də sıx əməkdaşlıq içərisindədir Mənsum İbrahimov. Çünki o dəfələrlə artıq universitetimizdə ustad dərslərdə olub, dəfələrlə konsertlər keçirib və elə yəqin ki, unutmamışsınız, bu zalda əyləşənlərin bir çoxu da ötən il Mənsum müəllimin bax bu zalda verdiyi böyük konsertlərin deməli şahidi olublar. Biz bugün də yenə də Mənsum müəllimin o gözəl məlahətli səsini eşitmək şansını əldə edəcəyik. Çıxışımı Mənsum İbrahimovun bir sözləri ilə bitirmək istəyirəm. Mənsum müəllim deyir ki, sənətkar səhnədə tamaşaçının gözü qarşısında yaşlanmalıdır. Bugün Mənsum müəllim yaşayır, yaradır, özünün o möhtəşəm səsi ilə könüllərimizə toxunur, ruhumuzu oxşayır. Arzu edirik ki, sizin o gözəl səsiniz heç zaman səhnəmizdən əksik olmasın. Bax, 100 illik yubileyinizi sizin də iştirakınızla inşallah bu nurlu, alqış dolu salonda böyük coşqu ilə qeyd edək. Yubileyiniz mübarək olsun. İndi isə icazənizlə biz yubilyara, onun həyat və yaradıcılığına həsr olunmuş Naxçıvan Dövlət Universitetinin televiziyasının əməkdaşları tərəfindən gözəl bir video çarx hazırlanmışdı və sizi həmin video çarxı izləməyə dəvət edirəm. Buyurun. Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz. Azərbaycan Respublikasının xalq artisti, şöhrət və şərəf ordenli professor Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif Fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə 1-ci dərəcəli diploma layiq görülüb. Elə həmin vaxtdan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildə Leyli və Məcnun operasında Məcnun rolunu oynayan dəyərli sənətkar bu rolu elə ustalıqla ifa edib ki, artıq 32 ildir yaddaşlara həkk olan bu obraz onun sənət taleyi ilə birləşib. Divanə, Məcnun, deyirlər mənə Məcnun, əhli aləm, olsun, mənədir cünun müsəllər, yarəm, yarəm, aşkına, qılaşına mənim. 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülən sənətkar 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən şöhrət ordeni, 2020-ci ildə şərəf ordeni ilə təltif olunub. Müxtəlif dövrlərdə 4 dəfə prezident mükafatına və 2024-cü ildə Heydər Əliyevin 100 illiyi yubiley medalına layiq görülüb. Bugün Azərbaycan Milli Konservatoriyasının professoru və hazırda Muğam Kafedrasının müdiri olan xalq artisti Mənsum İbrahimov Azərbaycan mədəniyyətini öz tələbələri ilə çiyin-çiyinə təbliğ edir, onun sənəti ölkə sərhədlərini aşır. Sən mənim öz sevgilim, öz nazlı yarım, səni görcək gedər əldən ixtiyarım.
UNESCO səviyyəsində yaşayan insan xəzinəsi adına layiq görülən Mənsum İbrahimov muğamı dünya tanıdan sənətkarlarımızdandır. Onun ömür yolu, sənət tarixi və yaratdığı məktəb təkcə bir ifaçının uğurları deyil, bütöv bir milli musiqi məktəbinin taleyidir. Və bu məktəbdən bəhrələnənlər sırasında Naxçıvan Dövlət Universiteti də var. Dəfələrlə Ali Təhsil Ocağının dəvəti ilə sənətkar professor müəllim heyəti ilə görüşüb, ustad dərsləri keçib. Xalq artistinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən konsertdə iştirakı isə xüsusilə yaddaşlara həkk olub. Vətənimizdə neçə qəhrəman övladı var, Vətənimizdə neçə qəhrəman övladı var, Surxayı İsrafili mübariz panadı var, Surxayı İsrafili mübariz panadı var. anadır arzulara Hər zaman Qarabağ, danışan bir dodağın tərkaman Qarabağ, Qarabağca Qarabağ, ana yurdu. Hörmətli qonaqlar, bilirsiniz ki, qeyd etdiyim kimi bugün tədbirimizin təşkilatçısı Naxçıvan Dövlət Universitetidir və mən də bugün yubileyarı təbrik etmək üçün, ev sahibini, qonaqlarını salamlamaq üçün hörmətli rektorumuz Elbrus İsayevi və yubileyarımızı xalq artisti professor Mənsum İbrahimovu səhnəyə dəvət edirəm alqışlarınızla. Çox hörmətli yubileyar, Naxçıvan cəmaatının sevimlisi, ümumilikdə dünya Azərbaycanlıların sevimli sənətkarı, xalq artistimiz Mənsum İbrahimov, dəyərli protokol, dəvətlilər, professor müəllim heyəti, tələbə kollektivi, axşamınız xeyir olsun, hər birinizi salamlayırıq, xüsusilə qonaqlarımızı salamlayırıq. Bugün bu zal yenə bir möhtəşəm bir mədəniyyət axşamına ev sahibliyi eləyəcək. Bu dəfə biz xalqımızın qədim mədəniyyət abidəsi olan muğam sənətini məhz elə xalqımızın milli dəyərlərinin daşıyıcısı olan böyük bir sənətkarın ifasında biz eşidəcəyik, dinləyəcəyik və məqsəd bizim böyük sənətkarımızın 65 illik yubileyinin anadan olmasının 65 illiyinin Naxçıvanda qeyd olunması və eyni zamanda onun ifasında və onun məktəbinin davamçılarının ifasında ölkəmizin qabaqcıl, görkəmli, tanınmış sənətkarların ifasında bir musiqi axşamı ilə böyük sənətkarımızın yubileyini, doğum gününü qeyd eləməkdir. Mənsum müəllim haqqında burada danışıldı. Mənsum İbrahimov, xalq artisti, şöhrət şərəf ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru, kafedra müdürü və ən başlıcası isə Azərbaycan xalqının istisnasız olaraq böyük məhəbbətini qazanmış, Azərbaycan mədəniyyətinin böyük tərənnümçüsü, təbliğatçısı olan bir şəxsiyyət kimi, bir sənət adamı kimi son illərdə dövlətimizin böyük qayğısı və imkanlarından çox böyük məharətlə istifadə edib, məhz muğamın dili ilə Azərbaycan mədəniyyətini dünyaya, beynəlxalq aləmə çox böyük ustalıqla daşıyan çox böyük sənətkarımızdır. Mənsum müəllim dünyanın müxtəlif ölkələrində, hətta bir çox konsertlərində ona qarşı böyük təhdidlərin, riskləri nəzərə alıb. Çünki muğam belə bir sənətdir ki, muğamı Azərbaycan brendidir və bunu nə qədər sevəni varsa, təbii ki, muğamı öz adına çıxmaq və bu muğam sənətini öz aləmlərində muğam sənətinə qarşı çıxanlar da olubdur bizim bədnam qonşularımız kimi. Və bütün təhdidlərə baxmayaraq dünyanın böyük konsert salonlarında Mənsum müəllim məhz muğamın dili ilə Azərbaycan mədəniyyətini çox böyük masштabda təbliğ edib tanınıb. Əlbəttə ki, biz muğam sənəti deyəndə birinci növbədə muğam sənətinin böyük
hamisi, muğam sənətinin böyük qayğıkeşi, bütün sənət adamlarına böyük diqqətlə, qayğı ilə yanaşan ulu öndərimizi, cənab prezidentimizi, Mehriban xanımı böyük minnətdarlıq və ehtiramla mütləq qeyd eləməliyik. Ona görə ki, muğam sənətinin yenidən dirçəlişi, muğam sənətinin yenidən məktəb şəklində inkişafı məhz Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük təşəbbüsü və qayğısı ilə gerçəkləşib. Muğam müsabiqələrinin keçirilməsi və muğam müsabiqələrinin nəticəsində seçilmiş gənclərimizin Mənsum müəllim kimi peşəkarlar ətrafında cəmlənib, onların istedadlarının üzə çıxarılması birbaşa dövlətimizin böyük qayğısı ilə mümkün olubdur. Və təbii ki, Mənsum müəllimin böyük xalq sevgisi, sənətinə olan böyük məhəbbəti dövlətimiz də hər zaman yüksək qiymətləndirib. Mənsum müəllim dövlətimizin ən ali mükafatlarına, şöhrət ordeninə, şərəf ordeninə, xalq artisti adına layiq görülüb və Mənsum müəllimi fərqləndirən cəhətlərdən biri də odur ki, Mənsum müəllim eyni zamanda böyük sənətkar olmaqla yanaşı böyük müəllimdir, muğam müəllimidir və pedaqoq kimi bu sənəti dalamçılarını yetişdirməklə məşğuldur. Bu çox böyük bir irsdir, çox böyük bir mirasdır ki, bir sənətkar, bir tanınmış şəxsiyyət öz ənənəsini, öz məktəbini yaradır. Və bu gün çox şadıq ki, biz bu gün konsertdə də bunun şahidi olacağıq ki, Mənsum müəllimin nə qədər böyük uğurlu dalamçıları var, gözəl yetirmələri var və onun ətrafında çox böyük bir muğam sənətinin böyük ifaçıları var. Və çox şadıq ki, minnətdarıq ki, daha doğrusu, Mənsum müəllimin çox gərgin iş qrafiki var. Amma buna baxmayaraq bizim dəvətimizi həmişə qəbul edib, Naxçıvana gəlib, konsertlər verib, universitetimizə professor kimi böyük dəstək göstərib, tələbələr yetişdirir, master klasslar eləyir. Bunlar hamısı Naxçıvan Dövlət Universitetində yetişən kadrlara böyük bir qayğıdır, diqqətdir. Və elə bütün bu bizə olan bu qayğını, diqqəti də nəzərə alaraq mən istəyirəm ki, bugün bu salonda Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qəbul elədiyi qərarı burada səsləndirəm və Mənsum müəllimin bir növü həm də Naxçıvan kimliyi verək, rəsmiləşdirək ki, tez-tez bizim görüşümüzə gəlsin və Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə biz professor, xalq artisti Mənsum İbrahimova fəxri professor adı vermişik, istəyirik onu təqdim eləyək. Xeyirli olsun. Buyurun Mənsum müəllim, olsun fəxri professor atlarını deyək. Eyni zamanda bütün Naxçıvan ictimaiyyəti adından belə bir konsertdən xatirə plaketində mən Mənsum müəllimə təqdim etmək istəyirəm. Çox fikirləşdik ki, biz Mənsum müəllimə hədiyyə olaraq nə hazırlayaq, nə verək. Mənsum müəllimi qane eləyən bir simvolik hədiyyə bunu verməliydik. Təbii ki, Mənsum müəllimə hədiyyə tapmaq da çətin məsələdir və biz yaxşı ki, 2 il bundan qabaq Naxçıvan Dövlət Universitetinin nəzdində musiqi alətləri emalatxanası istifadəyə vermişik və burada gündəlik İxtiyar müəllim buradadırsa, ona da buradan xüsusi təşəkkürümü bildirirəm. Bu müəllifi odur. İxtiyar müəllim bizim Naxçıvan üçün qənimət bir sənətkardır və onun məhz hazırladığı bir çoğur aləti. Bəlkə burada iştirakçılar üçün də yenidir. Mənsum müəllim bizdən yaxşı bilir, əzbərə bilir. Mənə də yenidir. Bunu təqdim eləmək üçün alanda bunu araşdırmışam. Çoğur bu bizim qədim musiqi alətimizdir. Simvolik olaraq mən bunu Mənsum müəllimə hədiyyə eləyəcəm. Çoğur bizim həm də Səfəvilər dövründə orduda yüksək əhval-ruhiyyə yaratmaq üçün istifadə olunan böyük bir alətdir. Həm də bu biraz muğama yaxındır, həm də təsəvvüf alətidir. Bu biraz ruhsal bir alətdir. Yəni bunu çoğur, həm də çağır sözündən də o vaxtı Allahı çağırmaq üçün Səfəvilər dövründə istifadə olunan alətdir. Həm də müharibədə, döyüşdə, orduda ordunu, qoşunu yüksək əhval-ruhiyyə gətirmək üçün istifadə olunan bir alətdir. Türk mənşəli, tamam bizə aid olan qədim bir musiqi alətidir. Bunu da bizdən qəbul eləmənizi xahiş edirəm. Buyurun.
Öncə hər kəs salamlayıram. Əziz Naxçıvanlılar, xoş gördük sizi. Mən hər dəfə bura gələndə özümü xoşbəxt hesab edirəm. Mən bunu dəfələrlə efirdə də demişəm ki, mən Naxçıvan tamaşaçılarını niyə çox sevirəm? Hələ sizin zövqünüz körlənməyib ona görə. Milli musiqini sevirsiniz. Və artıq bugündən məni bu kollektivin üzvü elədi bizim dəyərli Elbrus müəllim. Mən Naxçıvan Dövlət Universitetinin Elmi Şurasına bütün öz təşəkkürümü bildirirəm ki, yüksək etimad göstərdilər mənə. Məni fəxri professor seçdilər. Təbii ki, bizim əlaqələrimiz vardı, amma bundan sonra mən inanıram ki, daha sıx biz əməkdaşlıq eləyəcəyik. Və mən də fürsətdən istifadə edib Elbrus müəllimin dünən ad günü olub. Ulu öndərimizin bax belə bir xatirəsini mən istəyirəm Elbrus müəllimə kollektivimizin adından təbrik edeyim. Həqiqətən ürəyimizdə sözlər çoxdur və hər dəfə biz Naxçıvana gələndə bir yeniliyin şahidi oluruq və inşallah ki, bu yol açılacaq. O yolla hər kəs rahat, buradan birbaşa Qarabağa, Qarabağdan da bura təbii ki, hər birimiz maşınla gəlib gedəcəyik artıq. Təyyarə ilə deyil, maşınla gələcəyik. Və sizi mən danışıqla çox yorulmaq istəmirəm. Maraqlı bir proqram hazırlamışıq sizin üçün. İnanıram ki, maraqlı bir gecə olacaq. Əziz dostlar, yubiley gecəmizin bədii hissəsinə keçid alaq. Musiqilərlə, ürək sözlərinə yubiley gecəmiz davam eləyəcəkdir. Çox gözəl ürək sözləri də Elbrus müəllim və biz də bundan ilhamlanaraq musiqiyə sözü vermək istəyirik. Amma öncəliklə mən icazənizlə səhnəyə elə bir ansambli dəvət edəcəyim ki, onlar öz möhtəşəm ifaları ilə bu axşam bizə həqiqətən də bir musiqi bayramı yaşadacaqlar və ruhumuzu zərif səslərlə oxşayacaqlar. Gəlin alqışlarınızla ansamblimizi üzvlərini dəvət edək. Xalq artisti Elçin Həşimov, əməkdar artist Elnur Əhmədov, Naxçıvan Dövlət Universitetinin gənc və istedadlı müəllimləri Səxavət Rəhimov, Munis Əlisoy, Nəcəf Hacılı. İlk musiqi nömrəsini təqdim etmək üçün mən istəyirəm. Segah təsnifi bizdə ifa olunacaqdır və mən bu ifanı təqdim etmək üçün səhnəyə dəvət etmək istəyirəm. Muğam müsabiqəsinin qalibi, gözəl xanəndəmiz öz möhtəşəm səsi ilə bizləri valiyət edəcək Güllü Muradova.
şeyda kadar yaman. Yeni asrın yeni mecnunu diyen. Yeni asrın yeni mecnunu diyenler bana bildiler isteyirəm. Ben sen Leyla kadar ben bu dünyada seni köyünü cennet bildim aman. Aman ay aman ey. Ben bu dünyada seni köyünü cennet bildim. Bu sebepten seni sevdim iki dünya kadar. Sevdana sabreder dönsen bu gami hicranı. Asıl aşıkta olan hep sana derya kaderi. Azerbaycan benim elim, Azerbaycan benim dilim. Doğransa da başka dile dönen değil, ana dilim ölen değil. Hem arazam hem de kürem, ahım xəzələ töküləm. Dilim ölsə mən də öləyəm, ana dilim ölen değil, muğamat ölen değil. Arazam küre benden
Çox sağ olun Güllü xanım. Bu gözəl ifanızla zaldakıları, tamaşaçılarımızı məst etdiniz. Və mən yenə də sırada sözü musiqiyə vermək istəyirəm. Dilkeş təsnifi oxumaq üçün səhnəyə əməkdar artist Elnur Zeynalovu dəvət etmək istəyirəm. Qeyd edim ki, Elnur müəllimi artıq biz təkcə efirlərdən deyil, dəfələrlə artıq Naxçıvan səhnəsində görmüşük, sevmişik, sevə-sevə onun ifalarını dinlərik. Beləliklə qarşılayın Elnur Zeynalov.
Yığışıb dərdi sərin başıma bir sən yoxsan. Dönüb həsrət yenə sirdaşıma bir sən yoxsan. Mənə səndən danışan hər şey ey sevgili yar. Mənə səndən danışan hər şey ey sevgili yar. Çəkmişəm doğma tək alışıma bir sən yoxsan. Ah ay canım. Gözüm eşkiyle doluyor, her gece gündüz boşalır. Gözüm eşkiyle doluyor, her gece gündüz boşalıyor. Acıyan çok doluyor, bu gözyaşlarıma bir sen yoksan. Ay ruhu ince seniye, ey sevdim görünce seni. Demir selmiye gözleyemem. Demirsen mi gözleyen var burada ölünce senin. Dünyanın var gözlerin, dikmene sarı gözlerin. Dava dermanı neynirem, sağaldar yarı gözlerin. Aydan, aydan, aydan.
olun. Əziz dostlar, Mənsum müəllimi bayaqdan mən izləyirəm. Necə də böyük fəxarət hissi ilə, qürur hissi ilə öz yetişdirmələrini izləyir və həqiqətən də bu hər sənətkara nəsib olan bir şey deyil. Mənsum müəllim, həqiqətən də siz böyük sənətkarsınız və bugün nə xoş ki, sizinlə çiyin-çiyinə bu səhnədə sizin yetirmələriniz, sizin yubileyinizi təbrik edirlər. Mən bunu da mütləq şəkildə qeyd etmək istəyirəm. Bəlkə də zalda əyləşənlərdən bir çoxsu bilir, bilməyənlər üçün deyək ki, Mənsum müəllimin yaradıcılığı, həyat və yaradıcılığı haqqında Azərbaycan Dövlət Televiziyasında artıq 2 bədii sənədli film çəkilmişdir. Bunlar Mənsumun Səsi və Qürurun Təntənəsi adlı sənədli filmlərdir. Mənsum müəllimin yaradıcılığından bəhs edir. Ancaq mən Mənsum müəllim haqqında araşdırma aparan zaman gördüm ki, Mənsum müəllimin böyük yaradıcılıq hissi vardır və onun mütləq şəkildə tədqiqata ehtiyacı vardır. Və mən buradan elə bu səhnədən demək istəyirəm, üzümü tutub musiqişünaslara və özüm də bir musiqişünas olaraq düşünürəm ki, bu sahədə tədqiqata ehtiyac vardır. Biz bugün bunu etməliyik. İnşallah gələcəkdə sizə bunun sözünü veririk, Mənsum müəllim. Və yubiley gecələrində ürəklər dolu olur, hər kəs çıxış etmək istəyir, hər kəs təbrikini, ürək sözlərini çatdırmaq istəyir. Ancaq təbii bizim buna imkanımız yoxdur. Ona görə də düşündük ki, Naxçıvan ziyalıları ictimaiyyəti adından bir nəfərə söz verək, bu da səhnəyə dəvət edək öz ürək sözlərinin təbrikini çatdırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmail Hacıyevi səhnəyə dəvət edirəm. Mənsum müəllim, hörmətli tamaşaçılar, doğrudan da bugün elə bir sənətkarın yubileyinə yığışmışıq ki, bunun həm xalqımız qarşısında çox böyük tarix xidmətləri var, həm də açıq etiraf edilək ki, dövlətimiz və hökumətimiz qarşısında çox böyük hörməti vardır. Bu da hər sənətkara qismət olmayan keyfiyyətdir. Burada Mənsum İbrahimov haqqında, xalq artistimiz Mənsum İbrahimov haqqında çox dəyərli fikirlər deyildi. Xalq artisti Mənsum İbrahimov ilk növbədə ifaçıdır, muğam ifaçısıdır, çox samballı muğam ifaçısıdır, çox dəyərli muğam ifaçısıdır. Yəni, öz sənətini mükəmməl bilir. Bunun başqa bir müqayisəsi yoxdur. İkinci bir cəhət isə Mənsum müəllim həm də öz sənətini çox yüksək səviyyədə təqdim edə bilir. Yəni biz dəfələrlə bu zalda, Azərbaycan zallarında müşahidə eləmişik ki, Mənsum müəllim muğam sənətinin kamil bilicisidir və onu çox yüksək səviyyədə auditoriyaya, tamaşaçıya təqdim edə bilir. Bu da sənətkar, hər sənətkara müəssər olan keyfiyyət deyil. Üçüncü bir tərəfdən Mənsum müəllim pedaqoqdur. Deyildi burada, mən də onu bir qədər dərinləşdirmək istəyirəm. Həm Milli Konservatoriyanın Muğam Kafedrasına rəhbərlik etdiyi dövrdə gənc sənətkarlar yetirir. Yəni, muğamı onlara təlqin edir, öyrədir və onlar da artıq Azərbaycan cəmiyyətində, Azərbaycan mədəni mühitində özlərini göstərirlər. Başqa bir cəhət isə burada yenə deyildi, mən də vurğulamaq istəyirəm ki, Qarabağ qrupu Mənsum İbrahimovun rəhbərliyi ilə xalq artisti Elçin Haşimovun və əməkdar artist Elnur Əhmədovun birlikdə muğamın bütün çalarlarını burada bir neçəsini biz gördük, müşahidə elədik. Tamaşaçı ən yüksək səviyyədə təqdim edə bilirlər. Yəni, həm kafedraya cəlb etdiyi ifaçılar, həm də bilavasitə Qarabağ qrupunda özünün dəvət etdiyi və dəfələrlə həm Azərbaycan miqyasında, Azərbaycan səhnəsində və dünyanın ən məşhur səhnələrində təqdim etdiyi muğamlar bu qrupun hansı səviyyədə olduğunu əyani şəkildə göstərilir. Yenə burada deyildi, Mənsum müəllim həm də opera və balet teatrının ən məşhur aktyorlarından biridir. 30 ildən artıqdır ki, Məcnun rolunun ən mükəmməl, ən kamil ifaçısıdır. Yəni, bu da
hər sənətkara qismət olan keyfiyyət deyil. Yəni hansı yöndən yanaşsaq, Məsum İbrahimov, Kamil, mümkünsə Azərbaycanın sərhədlərini çoxdan aşıb, bəzən dünya səviyyəsinə çıxan mükəmməl sənətkardır. Naxçıvan Muxtar Respublikasının ziyalıları adından Məsum İbrahimovu ürəkdən təbrik edirəm. Yəni 65 illik yubileyini təbrik edirəm. Bundan sonraki həm şəxsi həyatında, həm də yaradıcılığında ən böyük, ən yüksək uğurlar arzulayıram. Məsum müəllim, bir daha təbrik edirəm. Təşəkkür ederim. Çox sağ olun İsmail müəllim dəyərli fikirlərinizə görə. Və yenidən biz musiqiyə sözü verək. Bu dəfə Xudayar təsnifi ifa edəcək. Səhnəmizin leylisi, gözəl səsli xanəndəmiz Gülzar Fərəcovanı dəvət edirəm. Coştum, hülyalar içinde sanki bir
özü də dastana döndü, dastana döndü. Xudayar qardaşım qəhrəman oldu, adı da özü də dastana döndü, dastana döndü. Vətən qibləgahdır, vətən qiblədir, vətən Mədinədir, vətən Məkkədir. Vətənə baş əymək əsil səcdədir. Sən mənim imanım, dinimsən vətən, danışan dodağım, dilimsən vətən, danışan dodağım, dilimsən vətən. Ey, ay canım, aman. Burada yolum oldu ten, burada yolum oldu ten, var mı bu yoldan öten? Bu dünyada şirin şey, vallahi bir anadır, bir vətən. Ay canım, aman. Əzim vətən yaxşı, əzizim vətən yaxşı, geyməyə kətan yaxşı, gəzməyə qərb ölkə, belə ölməyə vətən yaxşı. Ay canım, ay canım, axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız, 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 sonalı göllərdə axtararsınız. Bir gün yadınıza düşsəm mən əgər, bu doğma yerlərdə axtararsınız. Bir gün yadınıza düşsəm mən əgər, bu doğma yerlərdə axtararsınız. 5-6 nəğmənin müəllifini sevən könüllərdə axtararsınız. 5-6 nəğmənin müəllifini sevən könüllərdə axtararsınız. İlk bahar çağında, İsa bulağında, Araz qırağında, sonalı göllərdə axtararsınız. İlk bahar çağında, İsa bulağında, Araz qırağında, sonalı göllərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, sonalı göllərdə
nəğməli dillərdə axtararsınız, 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 sonalı göylərdə axtararsınız, 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 nəğməli dillərdə axtararsınız, 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 sonalı göylərdə axtararsınız. Çox sağ olun Gülzar xanım, çox sağ olun, ürəyinizə sağlıq. Çox möhtəşəm ifanızla bizləri sevindirdiniz. Gülzar xanım Xudayar təsnifini ifa etdi. Bunu mütləq şəkildə qeyd etməyi özümə borc bilirəm. Mənsum müəllimin ailəsi doğrudan da vətənpərvər bir ailə olubdur. Mənsum müəllim özü, belə deyək, arxa cəbhədə mədəni mübarizə aparıb, o milli musiqimizin təbliği ilə məşğul olub. Ancaq onun qardaşları ön cəbhədə məhz bizim vətənimizin, torpaqlarımızın müdafiəsində böyük şücaət göstərmişlər. Onun elə 5 qardaşından 3-ü 1-ci Qarabağ müharibəsi qazisi, ikisi müharibə veteranıdır. Onun qardaşının Allah bütün qazilərimizə uzun ömür, can sağlığı versin. Çox təəssüf ilə qeyd etmək istəyirəm, Mənsum müəllimin bir qardaşı oğlu isə 44 günlük müharibədə İsrafil İbrahimov şəhadətə yüksəlmişdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Yenə də deyirəm, qazilərimizə uzun ömür, can sağlığı arzulayırıq. Bunu mən mütləq şəkildə qeyd etməli idim. Çünki bəzən görürsünüz, ictimaiyyətə, bizim tamaşaçılara bəzi məqamlar aydın olmur. Onları bilmək mütləq şəkildə vacibdir. Ancaq biz bugün qəmli notlara köklənmirik. Çünki yubiley gecəsidir. Biz nikbin, əhval-ruhiyyədə olmalıyıq. Buyurun. Mən bir əlavə eləmək istəyirəm. Mənim həmən 2 o qazi qardaşım burada iştirak edir, zaldadılar. Zülfüqar İbrahimov və Mahir İbrahimov və onlar Bakıdan bura gəldilər. Sənan, Azər, Mahir və Zülfüqar. Çünki bu zalda əyləşən mən şəhid ailələrinə, qazilərin qarşısında baş əyirəm. Çünki onlar bizim başımızın tacıdır. Biz onların sayəsində bayrağımızı Qarabağa dikdik, ucaltdıq. Müzəffər Ali Başkomandanımızın rəhbərliyi ilə, müzəffər ordumuzun sayəsində 44 gün ərzində bir tarix yazdıq. Əskərimiz öndə, xalqımız arxada. Ali Başkomandanın ətrafında bir yumruq kimi birləşərək biz torpağımızı azad elədik. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Bilirsiniz, bax bu müharibə yaranan gündə biz hər birimiz bu od alovun içində olmuşuq, onu bilirsiniz. Və mən öz qrupuma Qarabağ adını elə belə qoymamışam. Biz o işğal dövründə Qarabağın bütün dünyada səsi olmağa çalışmışıq. Qarabağın harayını çatdırmağa çalışmışıq. Amma qardaşlarım ön cəbhədə vuruşublar. Çünki onlar həmişə deyirlər ki, oğul vətən üçündür. Oğulu yetişdiriblər ki, oğul vətən uğrunda vuruşsun, şəhid olsun. Hətta mənim qardaşımın oğlu şəhid olanda o orada bir söz işlətdi. Dedi ki, mən çox çalışdım, mənə qismət olmadı. Amma mənim oğlum şəhidliyə yüksəldi. O hər kəsə qismət olmur. Hər kəs bu dünyada dünyasını dəyişəcək. Heç kim bu dünyada əbədi deyil. Amma hər kəs bayrağa bükülüb dəfn olunmur. Hər kəsə qismət olmur. Onlar əbədi bizim qəhrəmanlarımızdır. Yaşasın Azərbaycanımız. Mən onu da qeyd etmək istəyirəm ki, burada səslənən bütün musiqilər Mənsum müəllimin öz repertuarındandır və onun tələbələri məhz Mənsum müəllimin repertuarını böyük uğurla, mənə elə gəlir, elə deyilmi, Mənsum müəllim böyük uğurla səsləndirirlər. Və indi isə səhnəyə mən opera səhnəmizdə Şah İsmayılı yaradan əməkdar artist Təyyar Bayramovu dəvət edirəm.
Gəlin seyləş dağana yurdumun Səfalı dağları Qarabağdadır Şair xalqımızın ziyarətgahıyın Vaqifin məzarı Qarabağdadır Üzeyrin nəğməsi bülbülün səsi Seydi Seydin Cabbarın həzin nəfəsi Mənsum zəngüləsi xan şikəzdəsi Mənsum zəngüləsi xan şikəzdəsi Elçinin də tarı Elnurun kamanı Qarabağda Ay aman ay canım qələbə var, çəkilib üstündən dərdi qubar. Qalib ordumuzun ucaqdıqları, zəfər bayraqları Qarabağdadır. Zəfər bayraqları Qarabağdadır. Yazıb yaratmaq üçün ən gözəl gülşən Natavan İlqar Qarabağdadır. Əzinəm dağdadır, aranda həm dağdadır. Ay balam, ay balam. Əzinəm dağdadır, aranda həm dağdadır. Bu dünyanı gəz dolan cənnət Qarabağda, Azərbaycandadır.
Qarabağı almışıq biz. Qarabağı almışıq biz, zəfər yolu salmışıq biz. Azərbaycan bayrağını Şuşamızdan, Xan kəndindən, bütöv Qarabağdan asmışıq biz ayəm. Kar kamanla dilaçam, canım gözüm qara. Səndən ürək məndə can, necə gözüm qara. Səndən ürək məndə can, necə gözüm qara. Canım gözüm Qarabağ, şirin sözüm Qarabağ. Canım gözüm Qarabağ, şirin sözüm Qarabağ. Qurban özüm Qarabağ, Qarabağ. Şirin sözüm Qarabağ, Qarabağ. Qurban özüm Qarabağ, Qarabağ. Şirin sözüm Qarabağ, Qarabağ. Ucalsın xanın səsi, mən olsun xoş nəğməsi. Çalışsın dağlaləsi, qoydum közüm qara. Çalışsın dağlaləsi, qoydum közüm qara. Canım gözüm Qarabağ, şirin sözüm Qarabağ. Canım gözüm Qarabağ, şirin sözüm Qarabağ. Qurban özüm Qarabağ, Qarabağ. Şirin sözüm Qarabağ, Qarabağ. Canım gözüm Qarabağ, Qarabağ. Şirin sözüm Qarabağ. Çox sağ olun Təyyar müəllim, çox sağ olun bu gözəl ifalara görə. Ürəklər doludur, hamı təbrik istəyir. Ancaq bu dəfə də Naxçıvan Musiqi İctimaiyyəti adından çıxış etmək üçün, təbrik sözünü, ürək sözünü çatdırmaq üçün mən istəyirəm səhnəyə bizim qocaman sənətkarımız, tarzənimiz Əkrəm Məmmədlini dəvət edirəm. Buyurun Əkrəm müəllim. Hoş geldiniz Ustad. Naxçıvana. Bizim aksakalımız, sənətimizin aksakalı. Allah sizi var eləsin. Siz çox xoşbəxt adamsınız. Siz də qəşətləyirsiniz, çox dahi, belə böyük müğənnilərimiz, xanəndələrimiz olub ki, bir sahəyə gediblər. Elə müğənnilər olub ki, qəti bir saatda dərs deməklər. Siz həm səhnədə olursunuz, həm ifaçı olursunuz, həm də pedagog olursunuz. Bu özü böyük xoşbəxtlikdir. Sizlərdən öyrənmişik. Bu böyük xoşbəxtlikdir. Böyüklərimizdən öyrənmişik. Burada danışdılar, Leyli Məcnundan bir söhbət elədilər. Burada siz Leyli Məcnunda, mən sizdən soruşdum. Deməli, mənim yanımda ki, 93-cü ildən siz bu günə kimi Leyli Məcnun, Böyük Dahi Üzeyrin Dahi operası Leyli Məcnunda 33 ildir ki, zəhmət çəkirsiniz. O çiyinizdə aparsınız Məcnunun obrazını. Və mən sizin Azərbaycan profesional klassik muğamlarımızın necə zənginliyini haqqında
nə sizdən soruşacağım, nə də siz bilirsiniz, bilmirsiniz deməyəcəm. Çünki bu aydındır ki, bilirsiniz. Heç sizə bu söhbəti deməsək də, siz Leyli Məcnunu ifa edibsiniz. Leyli Məcnunda bayaqlar bir epizod göstərdilər, Şahnaz oxudunuz. Leyli Məcnunda rastdan tutmuş, şüşlərdən tutmuş, hamısı var. Hətta əlavə muğamlarımızda, məsələn, burada Şahnaz adlı əlavə muğamlardır. Mən sizə çox can sağlığı arzu edirəm. Mən arzu edirəm ki, siz Naxçıvana tez-tez gələsiniz. Mən Elbrus müəllimə çox minnətdaram, çox, necə deyim, təşəkkür edirəm ki, Elbrus müəllim bir neçə dəfədir ki, belə sənətkarlarla bizi görüşdürür və bu görüşün xeyri nədir? Bu görüşün xeyridir ki, bizim tələbələr sizin kimi, Elçin kimi, Elnur kimi sənətkarları görür, Təyyar kimi sənətkarları görür və bunlar daim çalışırlar ki, sizin yolunuzdan davam elətdiribsinlər. Mən sənə can sağlığı arzu edirəm, qardaşım. Uzun ömür arzu edirəm. Öpürəm. Bizim Əkrəm müəllimə çox ehtiyacımız var. Belə ustadlara, belə müəllimlərə biz bunlardan öyrənmişik. Baş əyirəm qarşınızda. Çox sağ olun, Əkrəm müəllim, çox sağ olun. Və mən vaxt itirmədən musiqiyə keçid eləmək istəyirəm. İndi isə səhnəyə əməkdar artist, bizim həmyerlimiz, gözəl səsli xanəndəmiz Nuriyə Hüseynovanı dəvət edirəm. Sen
Qəzələ musiqiyə kim ki həvəskar deyil. Bütün ömrün yatıp aləmdə bütün ömrün yatıp alemde bidar değil. Ne bilir çelgi defi, ne bilir ne bilir çengiden fitar neyin nalesini. Bunları bilmeyen elbette haberdar değil. Deyiniz hacıya siz böyledir adetlerimiz. Deyiniz hacıya siz böyledir adetlerimiz. Koymarı mensum müəllim koymarı. Məclisə kim əsl sənətkar deyil. Yar
Karşıdan gel göreyim, saçını ucun höreyim. Karşıdan gel göreyim, saçını ucun höreyim. Sen kimi zalıma yar 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 yar. Nasıl gönül vereyim, nasıl gönül vereyim. Sen kimi zalıma yar 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 yar. Nasıl gönül vereyim, nasıl gönül vereyim. Nasıl gönül vereyim, nasıl gönül vereyim. İsmin tüter nefesin yanında. O şarkımı yaz, öter kuşlar dilinden. Dönsen bana, dönsen bana, gülmezsin yolunda. Gül gönlüme, gönlüm kapsın çalmadan. Könlüme eşkin kapısı çalmadan Çok sağ olun Nuriye Hanım. Çok sağ olun Nuriye Hanım. Çok teşekkür edirik. Yüreğinize sağlıq. Tədbirimizdə elə bilirəm, yubilyara söz verməsək günah olar və mən istəyirəm səhnəni verək Mənsum müəllimə. Buyurun Mənsum müəllim. Əhvalı pərişan idi, əhvalını gördü ya. Əhvalı pərişan idi, əhvalını gördüm. Vurmuşdu könül şişəsinə, balını gördü. Baxdım yanağında o qara xalını gördüm. Naz eyləməyin hər
Məşurə minvalını gördüm. Həcər bu yemiş, bəs niyə aləm həcə getdi? Əfsus ki, yarım gecə gəldi, gecə getdi. Ay Əkrəm müəllim, heç bilmədim, ömrüm necə gəldi, necə getdi. Ah, can. Gördüm onu mən, söylədim ey yan sənə qurban. Bəlkə yuxudur mən görürəm, mən sənə mehman. Rəngi qızarıb, oldu yüzləri bədəxşan. Dərdim çoxalıb, dərd dedi yarım becə getdi. Əfsus ki, yarım gecə gəldi, gecə getdi. Heç bilmədim, ömrüm necə gəldi, necə getdi. Məşhurdur eşq aləmimin ruha qidadır. Vay, o kəsin əhvalına, yarına cüdadır. Bu eşq-i məhəbbət özü bir sirri xudadır. Gənclikdə ağardan saçını seyid ağadır. Dünyaya bu şair qoca gəldi, qoca getdi. Əfsus ki, yarım gecə gəldi, gecə getdi. Heç bilmədim cavan ömrüm necə gəldi, necə getdi. Əzliyəm bir də mən, ay elçin çal oxuyum bir də mən. Əzliyəm bir də mən, ay Elnur qardaşım çal oxuyum bir də mən. Ömür keçir, gün keçir ey dostlar, vallah cavan olmam bir də mən. Dağlarda duman gözəl, qaşların kamanlı gözəl. Dağlarda duman gözəldir, qaşların kamanlı gözəl. Hüsnünə heç bir söz olmaz, gözlərin yamanlı gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yamanlı gözəldir. Alıp bıraktım başta, geçmək olmaz mı göz qaşda? Alıp bıraktım başta, geçmək olmaz mı göz qaşda? Sizi mən yaman sevirəm, ürəkdən candan sevirəm. Sizi mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl eylə vəfayar, aşiqə etmə cəfayar. Mənə gəl eylə vəfayar, aşiqə etmə cəfayar. Söğütlər başın əyəndə, sənə mən yarım deyəndə. Söğütlər başın əyəndə,
Sənə mən yarımı deyəndə sanaram dünya mənimdir. Gözünə gözümü dəyəndə sanaram dünya mənimdir. Gözünə gözümü dəyəndə alıp bir ağrımı başda geçmək olmaz bu göz başda. Alıp bir ağrımı başda geçmək olmaz bu göz başda. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Sizi mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl eylə vəfaya, aşiqə etmə cəfaya. 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 Əziz tamaşaçılar, çox təşəkkür edirəm sizə. Birinci növbədə Naxçıvan Dövlət Universitetinin çox dəyərli rektoru Elbrus müəllim, bu tədbirin təşkilatçısı, sizə və sizin komandanıza və bugün burada iştirak edən hər bir tamaşaçıya təşəkkür edirəm. Hər birinizə var olun, yaşasın Azərbaycanımız və burada çıxış edən bizim dəyərli akademikimiz İsmail Hacıyeva, bizim ustadımız, ağsaqqalımız Əkrəm müəllimə təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Var olun, dəyərli aparıcımıza təşəkkür edirəm. Və mənim qardaşlarım Elçin Həşimov, Elnur Əhmədov, biz 30 ildir bir yola çıxmışıq. Yəni biz bütün uğurlarımız bax bu qardaşlarımdan bir yerdədir. İstər konservatoriyada, istər operada, istər dünya səhnələrində. Bütün uğurumuz hamımız birlikdə. Mənim dəyərli qardaşlarım və mənim böyük hörmət bəslədiyim dəyərli Nuriyə Hüseynovaya təşəkkür edirəm. Xahiş edirəm gəlin bura. Və artıq mən bunlara heç birinə, çünki tələbə demirəm, bunlar artıq xalqımızın sevimli xanəndələridir. Mən fəxr edirəm ki, mən onlarla səhnəni bölüşürəm. Bunlar artıq mənim sənət yoldaşlarımdır, hər biri. Təyyar Bayramov, xalqın sevimlisi, Elnur Zeynalov, Güllü Muradova, Gülzar Fərəcova. Bunlar hər biri bir xalqımızın sevdiyi sənətdir. Mən fəxr edirəm ki, bax bunlar bir qismidir. Mən bu ifaçıları xalqa təqdim eləmişəm. Özümü xoşbəxt hesab edirəm ki, bax az da olsa bunlarda mənim də payım var ki, bax bu ifaçılar bu günlər meydandadır. Və indi istəyərəm ki, sonluq bir yerdə bəlkə bir oxuyaq. Və bir yerdə canımızla bağlayır bu torpağa bu elə sıralanıb da kimi gəlib elə yerlərə sıralanıb da kimi gəlib elə yerlərə gəl bacım gəl qardaşım bir olaq yumruq olaq sinəsi dağlanmasın bölünməsin bu torpaq. Ayaq usta xahiş edirəm. Gəl qardaşım bir yerdə bir olaq yumruq olaq sinəsi dağlamasın bölünməsin bu torpaq. Yaşa, yaşa, bir yerdə, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşasın Azərbaycanımız.
Sağ olun, səsimizə səs verirsiniz. Ölsə ya da əyilmə, düşsə dara çətinə, bu vüqarlı xalqımın qurbanam qeyrətinə. Ölsə ya da əyilməz, düşsə dara çətinə, bu vüqarlı xalqımın qurbanam qeyrətinə. Azərbaycan verilməz, Azərbaycan əyilməz, bir kərə qalxan bayraq, bir daha Bölünməz, Azərbaycan bölünməz, bir kərə qalxan bayraq, bir daha yenilməz. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa, yaşa, Yaşa mənim xalqım. yaşa, yaşa, yaşa Azərbaycan. Yaşasın Azərbaycanımız. Çok sağ olun.